Salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizlərə bir problemli sistem haqqında danışacağıq. Siz də videoya tam axıra qədər baxın ki, məlumatınız olsun. Mən bu videoları çəkib paylaşmaqdan məqsədim əsas odur ki, bilməyən ustalarımız bilsin, gənc ustalarımız bilsin, yəni bilənlərin də Allah canını sağ eləsin, ondan da artıq bilsinlər. Yəni bunlar bilməyən ustalarımız üçüdür, yəni gənc ustalarımız üçüdür. Çünki mən bunu maarifləndirirəm ki, yəni bilikləri olsun. Bax, gördüyünüz kimi bizi bir problemli sistemə dəvət ediblər. Bura dəncə qabı qrupdur. İndi hansısa bir usta, yəni 25-in 7-yə də bir dənə devriyən asosu qrup. Evimizdə 130 kvadrat birinci mərtəbə təmiz poldur. 130 kvadrat yuxarı isə 10 yerdə radiatordur. Sual verirsiniz ki, nəyə görə 2 dənə devriyən asos qurub? Ona görə ki, ev çəkilibdir. Ev sahibi məcburdur ki, yəni evi ya söhtürə təzdən çəkdirə. Evdə sahibinə sağlığına qismət olsun. Böyük bir evdir, remontlu evdir, yaşayışlı evdir. 5 ildir yaşayırlar. Bu vəziyyətdə yəni zulüm çəkirlər. Nə normal istilik ala bilmirlər, nə bir şey. Yəni bu evi söküb təzdən çəkdirməkdənsə də biz bu problemi qurğular quraraq, yəni kökündən həll edirik. Gördüyünüz kimi, bura birincisi 260 kvadratlıq evə 130 kvadrat isti pol və 130 kvadratına isə 10 yerdə radiator var. O radiatora, yəni bunu mən belə tutsam bilə bilərsiniz ki, hər evin özünə uyğun dəncə qabı və devriyən asos təyin olunmalıdır. Bu demək o deyil ki, dəncə qabı, devriyən asosu olsun və salam. Yəni, hər evin özünə uyğun dəncə qabı və devriyən asosu olmalıdır. Burada çox kiçikdir. 2 ədəd 35 kilovatlıq kombisi var ev sahibinin. Bax, çək. Gördüyünüz kimi bu cür qoşulubdur. İndi biz bunu təmiz sökəcəyik. Videonu da birləşdirib arxası ilə qoşacaq. Siz də videoya tam axıra qədər baxın ki, məlumatınız olsun. Biz bura təyin etdiyimiz 102-liklə olan dəncə qabıdır. Bir dənə zəhmət olmasa böyrünə tuturan bir baxın böyüklüyünə. Görün nə qədər böyük bir bura dəncə qabı qoyulmalıdır. Və bura 25-in 7-yə devriyən asosu qurulub və biz isə 32-nin 8-ə 2 ədəd devriyən asosu quracaq. Ona görə ki, bax, mənə sual verirsiniz ki, bəzi evlərdə bir dənə devriyən asosu qurursunuz, bəzi evlərdə 2 dənə, nə üçün? Biz bunu keyfimizdən etmirik. Ev çox böyük olduğu üçün, qazanxanı evdən çox aralı olduğu üçün, istilik ala bilmədiyi üçün, yəni 20-25 toçka radiator olduğu üçün, biz məcburuq ki, gedişinə və dönüşünə də quraq. Və yox, 15 dənə toçkuya qədər, 12, 15, 10 dənə toçkuya qədər olarsa da, biz ora bir dənə gediş xəttinə, yəni padaça xəttinə devriyən asosu qururuq. Hansı videoda 2 dənə devriyən asosu görürsünüzsə, deməli, burada məsələ odur ki, radiator həddindən artıq çoxdur. Ona görə bir dənə devriyən asosunun biz burada devriyəni gücləndiririk ki, hər birinə çatsın. Və onun dönüş xəttinə də köməkçi qururuq. Yəni, belə desək, bu kimi problemlərin tam kökündən həllini edirik. Yəni ki, evdə sökülüb, təzdən çəkilmədən qurğularımızı burada qururuq. Yəni, problemi həll edirik. Bu da müştərini qane edir və çox razı qalır. Biz də bunu quranda əvvəlcədən deyirik ki, gördüyümüz işə cavab deyik. Yəni ki, biz bunu qururuq. Kodlayıb siz istədiyiniz nəticəni sizə təhvil veririk. Biz isə keçək quraşdırmamızı edək. Videonun axırına qədər baxın ki, məlumatınız olsun. Biz isə keçək quraşdırmamızı edək. Artıq biz qurğularımızı qurduq. Problemi tam kökündən həll etdik. Gördüyünüz kimi kombiləri də işə salmışıq. Artıq 56 dərəcəni yığıbdır. Növbəti kombimiz isə 60 dərəcəni yığıbdır, gördüyünüz kimi. Hər ikisini işə saldıq və
Bu vəziyyətdə hər birini qoşduq. Burada indi mən qısa bir açıqlama verim. Əziz izləyicilər və gənc ustalarımız. Yenə vurğulayıram. Hər evin özünə uyğun dəncə qabı və hər toçkuya aid evin özünə uyğun devryan asosu qoyulmalıdır. Bu demək o deyil ki, liboy bir dəncə qabının liboy bir ölçüdə olan devryan asosu qurulsun və problem də həll olacaqdır. Bu belə deyil. Yəni gördüyünüz kimi biz burada balaca dəncə qabını söktük və 25-in 7-yə olan kiçik ölçülü devryan asosunu söktük, ləğv etdik və biz gedişə, dönüşə mən əvvəlcə elə bilirdim evin birinci mərtəbəsi işləmir və evimizin mansarı da işləyirmiş. 3 mərtəbədir evimiz. Yəni bunu da vurğulayım ki. Birinci mərtəbə isti poldur, ikinci mərtəbə radiator və üçüncü mərtəbədə mansard da radiatordur. Və burada iş prinsipini deyim. Bəzi videolara baxıram, deyirlər ki, belə-belə. Yəni, dəncə qabı necə qoşulmalıdır? Dəncə qabı belə qoşulmalıdır. Mən bunu tam izah edeyim. Baxın, burada bizim kombilərimiz ötürdüyü, gördüyünüz kimi, bura biz avratlı klapan da qoymuşuq. Yəni, oxşarəsi aşağı olaraq kombilərimiz ötürdüyü isti su yüngüldür deyə yuxarı qalxır. Sıraz görürsünüz, devryan asosu götürür. Kombi ötürdüyü suyu və özü nə qədər su, 30% kombi ötürdüyü isti su sayılırsa, 70%-i özündən götürür və gür su verir. Belə desək, qarışdırıcı dəncə qabı əsas bu işin başında, bu fokus budur. Bu işin başında əsas bu dəncə qabı durur. Belədir ki, bunun adətən suallar verirlər, içi boş olur, bəli. Kombi buradan ötürdükdə bu dəncə qabı su çəninin, belə desək, kiçilmiş formasıdır. Yəni ki, su çəninin kiçilmiş formasıdır. Bunun içini qaynar edir kombi ötürən isti su və buradan istədiyi qədər su götürüb və 30 toçka, belə desək, radiatora çatdıra bilir. Və çox olduğu üçün radiatorlar biz dönüş xəttinə də qurmuşuq ki, köməkçi. Yəni, adətən bir nasos qoyulur ki, 15 toçkuya qədər bir nasos qoyulur və hansı videoda 2 dənə devryan nasosu görürsünüzsə, deməli orada 25-30 toçka var ki, ev böyükdür. Ona görə biz köməkçi dönüş xəttinə də qururuq və görürsünüz evdən qaydan da isti qayıtdığı üçün meyillidir ki, yuxarı, sonra isə kombi götürür və beləliklə bizim kombi fasiləyə getdikdə ancaq çerez dəncə qabı bizim bütün radiatorlar, isti pollar passarını devrəyə edir və bu da komfort yaradır. Gördüyünüz kimi, bax, belə qurduq. Evin 3 mərtəbə 3-ünü də işə saldıq. Hər şey yüksək səviyyədədir və indi isə mən ev sahibinin özü videoya düşmək istəmir. Yəni, dedim ki, zəhmət olmasa, bir fikrinizi deyəsiz. Yəni, həqiqətən də nə var, istəyərəm onu desin. Çünki mən tərifə layiq deyiləmsə, mən tərifləməyi mən xoşlamaram. Yəni, nə varsa xahiş edirəm, müəllim, onu deyəsiz. Buyurun. Həqiqətən, Mehman usta, çox sağ olun. Nəticə yaxşı alındı. Temperatur yüksək səviyyədə qalxdı. Radiatorlar qəşəng qızır. Minnətdaram sizə. Çox sağ olun, var olun. Allah razı olsun, müəllim. Allah xeyir versin, can sağlığına istifadə edin. Yəni, tam razı qaldınız da, Allah sizdən də razı olsun. Əziz izləyicilər, Çox əla. Qəşəng. çox sağ olun. Sağ olun. Allah səni var eləsin. Sağ olun. Yəni ki, belə bir şey var ki, kommentariyada yazırlar ki, motor nə lazımdır? Ev sahibini xərcə salıbsınız. Ev sahibi radiatorlardan istilik ala bilmir. Bir daha vurğulayıram. 3 mərtəbə evdir, 2 mərtəbə evdir, fərq etmir. 1 mərtəbə evdir, radiatorlardan istilik ala bilmir. Yəni, evi söküb təzdən çəkdirməkdənsə, bu qurğuları biz quraraq problemi tam kökündən həll edirik. Yəni, bunu bir daha vurğulayıram. Bəzi bilməyənlər mənə orada kommentariyada yazır, bu qədər xərc, bu qədər filan, bunu etməyək.
Bəs ev sahibi necə istilik alsın bu radiatorlardan? Yəni istilik yoxdur. Sahibinə istilik alır. Radiatorlarda da problem o zaman isinmir ki, ancaq bu istilik sistemində devriyə olmalıdır. Problem birinci devriyədən başlayır. Devriyə yoxdursa, deməli bizim radiatorlarda qızmır. Əzizləyicilər, bu qədər. Allah amanında qalın. Əgər videodan sizlərə fayda vermiş olduqsa, videonu bəyənərsiniz və kanalımıza hələ də abunə deyilsinizsə, abunə olarsınız və növbəti videolarımızı da çəkib sizlərlə paylaşacağım. Bu kimi problemlər də olarsa, bizə müraciət edə bilərsiniz. Səhifədə və videonun alt yazısında əlaqə nömrələrimiz var. Bu qədər. Allah amanında.